Deməli, hamınızı salamlayıram uşaqlar. Bu gün mənim ilk videomdur. Qərara gəldim ki, bu günlərdə yəni populyarlaşan get-gedə özünü doğru olan bir dənə oyun haqqında video atım, hansı ki siz bu oyundan məntiqli olaraq istifadə etsəz pul qazana bilərsiniz həqiqətən. Amma məntiqli olaraq istifadə etməyin də özündə bir belə deyək də yolları var. Bu gün istədim yəni bundan danışam, biraz məlumat verəm. Yəni general məlumatlar verəm, sonra keçəm daha belə dərin məlumatlara. Hansı ki, bunu sizə çox adam demir. İndi bu aralar YouTube-da çox videolar paylaşılır hər gün bu oyun haqqında Azərbaycanda, amma yəni heç kim bilmir ki, yəni belə temalar var. Mən indi sizə deyəcəm hansı ki, o temalar hansılardır. Siz ki, onlardan yəni rahatlıqla pul qazana bilərsiniz. Həqiqətən yəni siz bu proqramın var olduqca proqramdan istifadə edə bilərsiniz bu şeylərlə, ipuçları ilə. Və yəni özünüz üçün gəlir əldə edə bilərsiniz. Yəni mən orada deməyəcəm ki, aya siz 5 dollar qazanasınız, 2 dollar qazanasınız. Mən yəni bundan danışmayacağam. Mən normal puldan danışacağam. Heç olmasa yəni siz 200 dollar, 300 dollar, 150 dollar belə pul qazana bilərsiniz bu proqramdan. Cəmaət bunu pulla satır. Bir dənə qaqaş qabağıma çıxmışdı. Qaqaş 15 manat götürür bu bilgilər vermək üçün cəmaətdən. Və hansı ki, yəni bu özü də bir şey hazırlayıb satmır, ha, bot mod da deyil. Sadəcə olaraq bir proqramdır. Yəni bu proqramdan hamının bilməli olduğu bir şeyi pulla sizə satır. Dedim bir dənə video çəkeyim. Heç mən YouTube-a belə deyə ömrüm boyu uşaq vaxtı video çəkmişəm. Dedim bir dənə video çəkim yollayım görüm. Tələbat olsa indi ikinci videoda yollayaram. Yəni bu proqramın indi birinci olaraq gərək ki, proqramı. Proqramın arxasında yəni kriptodur. Yəni bir kripto şirkəti, bir kripto ilə məşğul olan bir insan yəni bu proqramı hazırlayıb, bu saytı hazırlayıb. Yəni bu arxasında olan odur. Bizə nəyə görə bunu dedim sizə? Bu bizə daha çox güvəncə verir. Hansı ki bizim bu düşüncəmizdə rol oynayacaq ki, yəni bunun arxasında bir kripto dayanır. Bir kripto proqramıdır bu saytıdır. Yəni bir 30% güvəniriksə proqrama olacaq bizim güvəncəmiz 50%. Bizim bu təfəkkürümüzdə 15%, 20% rol oynayacaq. Ona görə bunu sizə dedim. Yəni burada da indi basics, yəni belə hamının bildiyi sözlər deməyəcəm burada ki, yəni bina alırsınız, maşın alırsınız, nə bilim, ağac alırsınız. Bunu sizə deməyəcəm. Bunu olsa hamı bilir. Yəni bu videoya baxırsınızsa bir dənə girin Zeyfsin videosunun adına baxın, orada sizə məlumat verir onsuz da nə proqramdır bu, məsələn, nə alırsan, nə satırsan, nə haqqdadır. Ondan sonra gəlin bu videoya. Bu videoda biraz dərin məlumatlar verəcəm. Deməli uşaqlar, girdik mağazaya. Mağazada görürük ki, milyon dənə şey var da, yəni bina var. 2 dollardan başlayır 2000 dollara qədər. İndənsə deyim, mağazadan heç bir şey almayın. Çünki baxın, gəlirik bura. 2000 dollar verən. Normalda ən çox pul verən bizə ən çox sərf edən olmalıdır. Gələk indi buna baxaq. Girdik ətraflıya görürük ki, 2000 dollar biz buna pul veririk. Bu bizə ayda 881 dollar pul verir. Bu da deməkdir ki, biz 2000-i 881-ə böləndə 2.93 rəqəmi çıxır. Yəni ki, 3 aya 90 günə bu bizə pulumuzu geri qaytarır. 90 gün ay qardaş, sən gözləməlisən ki, 90 gün, 80 gün, 90 gün gözləməlisən ki, bu sənin pulunu geri qaytarsın. Yəni bu da ki, e, yəni çox real olmayan bir şeydir. Yəni ki, 3 ay deyil düzdür, 2 ay yarım eləyirdi. 2 ay yarım gərək gözləyəsən ki, sənə pulu geri qaytarsın. Bu da deməkdir ki, yəni siz 2 ay yarım gözləyirsiniz, axırda sizə 2000 dollarınızı geri qaytarır. Amma siz 2000 dolları yəni qoymusunuz ki, qazanasınız da. Və sonra görürsünüz ki, proqram bağlandı. Mən kar əldə edə bilmədim, ya da ki, pulunuz burada olanda elə proqram bağlandı. Ona görə çox səviyyəsiz və gərəksiz bir şeydir. Səviyyəsinə əlaqə etsə bilmirəm. Yəni belə deyək, bu proqram bunu almayın. Vəbşi mağazada heç bir şey almayın. Çünki fikirləşin siz kiməsə 2000 dollar borc verirsə, o sizə deyir ki, 2 ay yarım, 3 ay sonra qaytaracam. Sonra da üstündə biraz pul verəcəm. Razı olarsınız, kondision yox. Ona görə yəni bu mağazadan heç bir şey almayın. Hələ gərək buna bax 2 dollarlığa. Ay 65 sent versənə. 3 aydan çox gözləməlisən ki, 3 ay 5 gün zət 95 gün zət gözləməlisən ki, bizə 2 dollarımı qaytarsın. Yəni bu heç biri bundan alınacaq bir şeylər deyil. Nə ala bilərsiniz? İndi gəlirik əsas temaya. Bura, baxın, bunların üstünə bura kampaniya gəlir. Hər həftə 2 günlük, 2 gün sürən bir kampaniya gəlir. 7 gündən bir gəlir bu kampaniya. Məsələn, indi ayın 24-üdür, ayın arası 27-si, 28-si gələcək bu kampaniya. Bu kampaniyada nədir? Kampaniyada sizə 3 dənə bina verir. Çox vaxt belə olur da, yəni indi bilmirəm, bəlkə gələn kampaniya fərqli oldu, indi ona da aid video çəkərik fərqli olsa.
Sizə 3 dənə bina verir. 10 dollar, 50 dollar və 250 dollarlıq bina. 10 dollarlıq bina sizə çox vaxt aylıq 5 dollar 50 sent saat qazanc verir. Bu da deməkdir ki, 2 ay tamam olmamış siz qoyduğunuz pulu çıxarda bilirsiniz, sonra başlayırsınız kara işləməyə, sərf edirsinizsə. Sonra var 50 dollarlıq. Məsələn, mənim burada aldıqlarımın hamısı onlardır. O 10 dollarlıqdır bu ikisi, bu bir də bu 10 dollarlıqdır. Bu ikisi də 50 dollarlıqdır. Kampaniyadan almışdım. Bu mənə, adicə baxın bu. Aya 31 dollar pul verir. 50 dollar almışam. Yəni ki, bu o demək ki, 40 gün, 45 gün mən gözləsəm, bu mənim bura qoyduğum pulu qaytarır, sonra başlayacağam kara. Bu da mənə sərf edir. O birilər kimi yoxsa, bax 50 dollara aya 31 dollar verir. İndi gələk bu birinə, buradakı 50 dollara. 19 dollar verir. Hardan baxsaz arada yəni 2 qata yaxın fərq vardı, 2 qata yaxın fərq var. Ona görə deyirəm mağazadan bir şey almayın. Çox heç sərf eləmirsə. Gözləyin aksiyaları, gəlsinlər kampaniyadan alın. Alırsınız, hə, normal gözləyirsiniz, ay yarıma pulunuz qaytar, sonra başlayırsınız kara, kar işləməyə. Bu da sizə sərf edir. Ona görə dediyim kimi aksiyalar gözləyin, kampaniyalar gözləyin. Yəni gəlib 2000 dollarınız olsa belə gəlib buradan bunu almayın. Yəni heç sərf eləmir. Heç ayrıca 2 dollara belə almayın ha bunu. Birinci verəcəyim ipucu məsləhət bu idi. Hansı ki bu qızıl məsləhətdir. Yəni buradakıların çoxu onu heç düşünə bilmir. Qazanmaq istəsə yəni bunu düşünməlisiniz. Yoxsa girirsiniz kafaların zadın binalarına baxırsınız 2500-2000 dollarlıq binalara fikirləşirsiniz ki, girib bunu alanda sərf eləyir. Yox, sərf eləmir. Sadəcə olaraq o insanlar gəlib ondan 20 dənə, 30 dənə aldığı üçün, yəni bura hardan baxsaz 50 min dollar zat pul qoyduğu üçün. Hə, o ona sərf eləyir. Çünki ayda ən azından bir iki ayda 10 min dollar, 15 min dollar əlinə keçəcək. Ona görə heç aksiyanı gözləmir. Biz yəni aşağı məbləğlərlə bu iş eləyirik. Heç yuxarı ilə də tövsiyə eləmirəm. Maksimum eləyin 100 dollarla, 200 dollarla, 300 dollarla. Hə, yox gəlib 2-3 min dollara bir şey almağı mən tövsiyə eləmərəm sizə. Çünki bu günü var, sabahı yoxdur bəlkə də bu proqramın. İndi ikinci yola gəlirik. İkinci yol hansı ki bu belə deyək də pul qoymaq istəməyənlər, bu sayta depozitsiz qazanc əldə etmək istəyənlər üçündür. Nə edirsiniz dostlar? İndi verəcəyim bilgiləri çox adam dediyim kimi yəni pulla satır. Nə edirsiniz? Götürürsüz 20 dənə, 30 dənə pulsuz, yəni girirsiniz, hesab açırsınız burada. Və siz bu hesablara girəndə zaten hər hansı bir insanın referral linki ilə girəndə sizə yəni 5 dollarlıq bu kafeyə şeyini verir, binasını verir. Yəni fərqi yoxdur. Siz mənimkindən keçin. Baxın burdadır. Videonun altına qoyaram. 28 dənə referalım var bu dəqiqə. Siz gedin Zevsi-yə keçin. Heç bir fərq yoxdur. Arada heç bir fərq yoxdur. Yəni kimlə keçirsən keç, sənə 5 dollarlıq bu binanı verir onsuz da. Artıq bir şey vermir. Əksi də vermir. Deməli, 20 dənə, 30 dənə, indi gücümüz nə qədər satır? 100 dənə bəlkə də indi gücümüz satırsa. Hesab açırsınız. İndi deyəsiniz ki, e-mailləri bəs 100 dənə e-mail hardan tapaq biz? Girirsiniz bura baxın. E-mail, random e-mail generator yazırsınız. Türkçə də yaza bilərsiniz. Rastgele e-mail e, belə yazanda yəni çıxar da yəni. Burada sizə insanlar tərəfindən açılmış, sırf yəni kimisi e, təcili istifadəsi üçün verilən e-maillər çıxır. O e-maillərin hesabı açırsınız. Çünki yəni bir insan maksimum 7-8 dənə 10 dənə e-mail aça bilər də öz adına. Ondan sonra nömrə qəbul eləmir, bəzən də proqramın özü qəbul eləmir. Girirsiniz o hesablarla o e-maillərin hesabları açırsınız. Sonra bu kofe şeyini götürürsünüz. Aya sizə 1 dollar 77 sent verir onsuz da bu. Və sonra gündəlik bonuslar var. Gündəlik bonusları orada toplayırsınız. Bu gündəlik bonusların da belə az görsənə bilər. 1 sent, 2 sent, 3 sent, 7 sent belə az görsənə bilər. Amma burada baxın yazılanı oxuyun. Artan bonusları almaq üçün hər gün daxil olun. 7 günlük fasiləsiz seriya mükafatınızı artırır. Siz 7 günlük burada bu seriyanı tamamladıktan sonra artıq ikinci 7 günlük seriyada ola bilər ki 1 sentdən yox 2 sentdən, 3 sentdən başlatsın sizin qazancınızı hər gün. Yəni 3x sizə belə deyə də bonus vermə ehtimalı var. Bu da aya gəlir çıxır 2 dollara da sizə pulsuz qazanc verir bu. Ayrıca bonuslar. 1 dollar 77 sentdə kofe yerindən götürsəz, ay eləyir hardasa почти что 3 dollar, 4 dollar pul. Heç nə eləmədən, yəni havadan gəlir bu depozitsiz. Və 30 dənə hesab açmısınızsa, məndə məsələn 30 dənə hesab var bir dəqiqə. Dediyim kimi 30 dənə hesabdan eləyirəm bunu. 30 dənə hesabdan isə aya bu 100 dollar pul eləyir. Siz aya 100 dollar heç nədən pul qazanırsınız. Daha çox eləyə bilsəz, daha çox eləyin. Daha az eləyə bilsəz, daha az eləyin. Həvsələnizdən asılıdır belə deyək bu. Həvsələnizdən asılıdır. Yəni
Sizcə ya axudunuz varsa gəlin 100-dən açın, 200-dən açın. Yoxsa da 10 dənə 20-dən açın, baxın da indi oturun, gözləyin. Ya dediyim budur. İndi tövsiyə edirəm mənim kimi eləyəsiniz. Girəsiniz bir dənə ana ana hesab açasınız. Hansı ki bu öz meylinizdən açın bu hesabı girib burada random maildən açmayın ki, yəni indi ola bilər irəlidə nəsə gətirərlər proqrama indi mail zad doğrulama istəyər. Ona görə girin main hesabınızı, öz işlədəcəyiniz ana hesabınızı, depozit qoyacağınız hesabı. Girin öz e-mailinizdən açın ki, indi hər ehtimala qarşı da na всяк случай qalsın da indi. Deməli, mənim kimi məncə götürün 150 dollar, 200 dollar yatırım eləyin, yüngülvari buradan qazancınız güdün. Ayda 100 dollar qazancınız güdün. Bir də yandan da mən o biri teman eləyin. 30 dənə, 40 dənə götürün, hesab açın, random maillərlə. Dediyimi eləyin, ay artıq 100 dollar da oradan sizə pulsuz gələcək. Yəni verə biləcəyim ən yaxşı pulslar budur. Yenə deyirəm, marketdən heç bir şey almayın. 2 dollarlıq ağac olsa belə almayın bunu, yəni. Pulunuza heyfiniz gəlsin. 3 ay sonra bizim pulumuzu qaytaracaq bu. Yəni dünyanın ən absurd şeyidir də, yəni bu. Gedin aksiya gözləyin, kampaniya gözləyin. Nəsə, indi gördüm bu video tələbat gəlir. Həqiqətən istək çoxdur. İkinci video çəkəcəm. İkinci videoda burada göstərə bilmədiklərimi, danışa bilmədiklərimi, deyə bilmədiklərimi deyəcəm sizə. İndi ola bilər o biri 30 dənə pulsuz hesab, məsələn, belə depozitsiz qazancı daha ətraflı sizə baş salım. İndi o qədər vaxt qalmadı ki, çox danışdım da, yəni. Əlimdən gələni dedim. İndi tələbat olarsa ikinci videonu sizə yollayacağam. Demək istədiklərim bu qədərdir. Çalışın diqqətli olun, yəni məntiqlə burada hərəkət eləyin. Çünki insanlar hər şeyi burada fikirləşib eləyirlər. Yəni bunlar isə burada oturub şey kimi Hamster Combat kimi indi bilənlər bilər. Hamster Combat kimi burada sizə pul verməyəcək. Yəni o heç o da vermədi ha. İndi onun kimi fikirləşməyin bunu. Burada depozit edirsən, səhim necə ararsan, səhim sənə qazanc verir. Bax elə bir şeydir təxminən. Düzdür, burada biraz daha çox risk var, həm də daha çox qazanc var, amma yenə də dəyərləndirmək olar. 3 ay, 4 ay müddətində, yəni bu proqrama baxın. Fikirləşməyin ki, 1 il sonra bağlanacaq bu proqram. Heç vaxt onu fikirləşməyin. Düzdür, 2 ildir var bu proqram. Yəni mən amma belə deyək, 1 aya yaxında tanıyıram bu proqramı. Amma yəni heç vaxt 1 il fikirləşməyin. Raşotovuzu götürün 3 aya, 4 aya. Fikirləşin ki, mən 3 ay, 4 aya nəsə eləməliyəm bu proqramda. Bax, onu fikirləşin. Yenə deyirəm, yatırım tövsiyəsi deyil. Çox pul qoymayın bura, qoysanız belə az pul qoyun. Çalışın yavaş-yavaş bala-bala gedin, bala-bala qazanın. Ki, yəni uduzanda da bala-bala uduzasınız. Belə deyək. Uduzma ehtimalı düz azdır, amma yenə də var. Demək istədiklərim bu qədər idi. Gələn videoda daha çox ətraflı şeylər danışacağam. Ümidvaram ki, yəni baxdığınız ən yararlı video oldu bu sayt haqqında. Çünki heç kimin demədiyi şeylər dedim burada mən. Nəysə, görüşənədək gələn videonun tələbat olsa yollayacağım kanala. Özünüzə yaxşı baxın, sağ olun.